Ümumən məscidlərin bilxüsus ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan məscidin ilk günündən bu gününə qədər torpağın alınmasında, məscidin inşa edilməsində, son illərdə yenidən təmir bərpa edilməsi və son bu günə qədər kommunal xərclərinin ödənilməsində maddi, mənəvi dəstəyi olan hər kəsin dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə sələvat çekilir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zəmanə imamımızın zuhurunun təcilinə, o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvat çekilir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. Amin ya Rabbel alemin. Allahümme qavvini fihi ala iqameti emrik ve azıqni fihi halavete zikrik ve evzi'ni fihi li edai şükrike bi keremik vahfadni fihi bi hifzike ve sitrik ya absaran nazirin. Amin ya Rabbel alemin. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, bizi izləyən, sübhün bu çağında bizə qulaq asan hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, bu mübarək ayda tutduğumuz orucları bizdən ali dərəcədə qəbul eləsin. Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bu mübarək ayda, bu mübarək məkanda, sübhün bu çağında ona əl açmağı, dua etməyi, ibadət etməyi bizə nəsib etmiş. Bunun üçün biz Rəbbimizə nə qədər şükürlər etsək, çox sağ ollar, təşəkkür etsək, inanın azdır. Həmd olsun, günü-gündən sayımız artır, Allah daha da çox etsin. Allah bütün məscidlərimizi həqiqi möminlərin gəlişi ilə zinətləndirsin inşallah. Təbii ki, bu arada maşını olan qardaşlarımıza da xüsusi təşəkkür edirik. O maşını olmayanların qapısından, qonşu, məhlə yolunun üstü olanda onların da gəlməsinə səbəb olurlar. Allah növbəti ilə demri elə bu mübarək Ramazanda o maşını olmayanlara da maşın nəsib eləsin ki, onlar da başqalarını götürsün, gətirsin inşallah. Allah bu birliyimizi, bu vəhdətimizi, bu səmimiyyətimizi əlimizdən almasın. Xeyr işdə də vəsilə olmaq hər kəsə nəsib olmur. Bəzən görsən, biri misalda günümüzdə ən populyar olanlardan bu futbol oyunudur. Görürsən ki, ora bu cavanlar mı deyim, məsələn, dost-dostuna bir oyuna bilet alanda və yaxud da gedəndə bir təşviqlə elə zəngləşirlər, nə bilim, müəyyən məsafə, şəhərin tıxacına filanına baxmadan elə maşallah olsun, elə dəstəcəm olub gedirlər. Ona görə bu ilahi evə gəlməkdə də və xüsusilə sübhün bu çağının özünə məxsus bir gözəlliyi var, özünə məxsus bir sözün həqiqi mənasında mənəvi duyğusu var. Və günün duasında elə çox möhtəşəm bir dua ilə günümüzə başlayırıq. Buyurur, Allahümme qavvini fihi ala iqamətə əmrik. Allahım, bugün sənin əmrini yerinə yetirmək üçün, sənin tapşırığını icra etmək üçün mənə güc, qüvvət verginən. Bu, bilirsinizmi nə qədər möhtəşəm bir duadır? Baxın, bəzən insan bir günah üçün sürətlə hərəkət edir və yaxud da bir maddi alacağın varsa, gecənin istənilən saatına baxmadan bəlkə elə həmin gecəni o ayaqda qalarsan. Qədir gecəsində heç o qədər, məsələn, Əhya gecəsində o qədər şövqlə qalmazsansa,
Amma bir alacağın bir şey varsa, gecənin istənilən saatında sən qınamayan olması elə piyada da gedərsən, elə hərəkət eləyərsən. Baxın, amma bəzən dini məsələlərə gələndə süslü edirsən. O güc qüvvət ki var ha, o Allahdandır. Ona görə günə belə bir dua ilə başlayırıq ki, Allahumma qavvini fihi ala iqaməti əmrik. İlahi, sənin əmrini bərpa etmək üçün mənə güc qüvvət ver. Yəni, məyər biz bundan daha çox ola bilmərikmi? Ola bilərik. Məyər sübhün bu çağında heç uzağa getmirəm, ha? Elə 60 ev sağa sola bu 4 tərəfə baxmış olsaq, məscidin qonşusu, elə 40 ev götürmüş olsaq, 120 nəfər elə təkcə məscidin bu qonşusu sayılır. Yəni 40 ev şərqə, qərbə, cənuba, şimala götürmüş olsaq, 4-4-ün eləyər nə qədər? Bəli. Deməli, 160 ev nəticə etibarıyla məscidin qonşusu sayılır. Amma bəzən görsən, təbii ki, içində yaşlısı ola bilər, işi ilə, səhhəti ilə bağlı. Amma bu 160 qonşunun hamısı gələ bilmir deyə belə bir şey yoxdur. Amma orada o güc qüvvət ki var ha. Sən bugün səhər yuxudan duranda bəzən görsən o gündəlik gələn, hər gün gördüyün insanı bir gün görməyəndə diqqət çəkir də. Məsələn, 10 gündən bir gələn bir adamı görəndə 10 gündə görməsi heç o qədər fərq eləmir. Amma hər gün gələn insan bir dəfə gəlməyəndə görürsən ki, diqqət çəkir, görən nə olub, nəsə olub gəlmir. Və onunla qarşılaşanda nədən gəlməmişdin? Adam demir durmamışdım. Deyir, durdum, elə biraz tənbəllik elədim, elə dedim gedərəm filan, gördüm vaxt az qalıb da gəl. Yəni, bu güc qüvvət tapmaq və bu gücü, qüvvəti toplayıb, yəni təbii ki, bura gəlmək üçün bir yarım saat, biraz kənarda olanlar, məsələn də, biraz da artıq vaxtından çalışır, tez dursun, o başlanlığını eləsin, şövqlə Allah evinə gəlib bu gözəlliyə çatsın deyə. Ona görə günün duasında buyurur, Allahumma qavvini fihi ala iqaməti əmrik. Allahım, sənin əmrini bərpa etmək üçün, sənin əmrini yerinə yetirmək üçün mənə güc qüvvət vercinəm. Baxın, Əmirül Müminin Əli əleyhissalamın bəzi vaxtları olub ki, quru çörəyi güclə qırarmış, kəsərmiş. Amma Xeybərin qalasında Fatih-i Xeybərdir də, o qəl'ənin qapısını da qoparıb. Hətta bir yerdə var, bir nəfər Yahudilərdən biri idi. Əmirül Müminin Əli əleyhissalamın o quru çörəyi kəsərkən biraz çətinlik çəkdiyini görür və özünü saxlaya bilmir. Deyir, ya Əmirəl Müminin, ey möminlərin əmri üçün Həzrəti bu cür çağırırdılar, səsləyirdilər. Yahudi da olsaydı bilirdi ki, iman əhlinin əmiridir. Ya Əmirəl Müminin, bu necə ola bilir? Axı, mən şahid olmuşam, sən Xeybərin fəthində, Fatih-i Xeybərsən, fəthində o qalanın qapısını necə qopartdın, necə oradan kənarlaşdırdın, amma indi bir quru çörəyi çətinliklə kəsirsən. Həzrət buyurur ki, bu mənim cismani gücümdür, amma o mənim ruhani gücümdür. O Allahdan mənə olan güc idi, Allahdan mənə verilən güc qüvvət idi. Ona görə ruhun gücü ilə cismin gücü fərqlidir. Məsələn, bəzən baxırsan, çəlimsiz bir adamdır. Yeriyəndə elə bilirsən yıxılacaq, ayağı-ayağına dolaşır. Amma ibadətində, orucunda o qədər möhkəmdir, o qədər mətindir, əzimli bu. Amma biri baxırsan, maşallah, laydı vardır. Səni məni qoluna vurub gəzdirər, deyirsən, deyir nəsə dözümüm yoxdur, dözə bilmirəm. Elə Allah da görür də, özümü saxlaya bilmirəm, susuz qala bilmirəm. Yəni, əgər güc, qüvvət ona nisbətdə bu gərək daha rahat olaydı. O ümumiyyətlə tuta bilmir. Amma baxırsan, arıq çəlimsizdir, maşallah, o Allahdan olan o gücü. Allahümə qavvinə alə
əmrik. Allahım, sənin əmri yerinə yetirməyə mənə güc ver, qüvvət ver. O Allahdandır. O Allahın insana bəxş elədiyi güc qüvvətdir. Ona görə əgər bilirsinizmi, bir canlı tərpənirsə, nəfəs alırsa, hərəkəti varsa, deməli o yaşayır. Yəni bizim bu hərəkətimiz, bu tərpənməyimiz Allahdandır. Və nəticə etibarı ilə biz daima bu ruhiyyəmizə görə, bu gücümüzə, qüvvətimizə görə həmişə Allaha şükr eləməliyik. Həmişə Allaha həmd, sənə təşəkkür etməliyik. İnnəllâhe lehu mulkus semâvâti vel ərz. Yuhyi və yumit. Və mâ lekum min dûnillâhi min veliyyin və lâ nasîr. Allah Teala mübarək Tövbə surəsinin 116-cı ayəsində buyurur, həqiqətən göylərin və yerlərin hökmü Allaha məxsusdur. İnnəllâhe lehu mulkus semâvâti vel ərz. Həqiqətən göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də odur. Sizin Allahdan başqa həvadarınız və köməyə çatanınız yoxdur. Yəni bizim həvadarımız da odur, bizə kömək edən də odur, bizim bütün güc, qüvvətimiz də ondandır. Və digər ayət-i şərifədə mübarək Şüəra surəsinin 78-ci ayəsindən 82-ci ayətinə qədər Allah Teala buyurur, Əlləzi xələqəni. Peyğəmbər sallallahu söyləyir ki, bunu de və insanlara çatdır. Əlləzi xələqəni. Odur məni yaradan. Fəhuvə yəhdini. Odur məni doğru yola yönəldən. Huvə yut'imuni və yəskini. Odur məni yedirdən. Odur məni içirdən. İzâ məriztu fəhuvə yəşfin. Mən xəstələndikdə odur mənə şifa verən. Biz bəzən elə bilirik özümüz sağallıq, bəzən həkim. Bunlar hamısı vasitədir. Huvə şafi. Həqiqi şifa verən odur. Və ardıca buyurur, vəl-ləzi yumituni sümmə yuhyini vəl-ləzi ətma'u ən yəğfirə li xətiəti yevmədini. Odur şəfa verən, odur məni öldürən, odur məni öldürdükdən sonra dirildən və qiyamət günü xətamı bağışlayan odur, ümidim də onadır deyə söyləyirik. Və duanın davamında çox gözəl bir hissiyə toxunur. Deməli, birinci hissəsində buyurur ki, Allahümmə qavvini alə əmrik. Allahım, bugün sənin əmrini yerinə yetirməyə mənə güc qüvvət ver. Və əziqni fihi halavətə zikrik. Ay mənim Allahım, bugün səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. İnan, əgər insan Allahı yad etməyin şirinliyini dadmış olsa, ondan zövq alar. Bax, xoşuna gələn, damağında dadı qalan xörəyi necə arzulayırsan? Məsələn, xoşun gələn insanla təkrar necə görüşmək istəyirsən? Necə ürəyin atır ondan görüşəsən? Əgər insan Allahı yad etməkdə olan o şirinliyi dadmış olsa, daima dilində La ilahə illallah, Subhanallah, Elhamdülillah, La havlə və la quvvətə illa billah zikirlərini adət eləyəcəksən. Çünki o ağız dadı deyiləsi bir şey var. Ruh da ilahi çağırışa, zikrə dadmış olsa, onu dadsa, onun şirinliyini dadmış olsa, daima zikr edəcək. Və əvzi'ni fihi li'ədai şükrikə bi kərəmik. Allahım, səni öz kərəminə and verirəm, məni şükür etməyə hazır et və məni sənə daimi şükür edən bəndələrindən qərar ver. Baxın, bu səbat halı, daimilik çox mühümdür. İnsanın işi yaxşı olanda, keyfi kök olanda şükür eləyə bilər. Amma mühüm olan, işi biraz düz getməyəndə, keyfi kökü yerində olmayanda da Allaha şükür etməyi bacarsın. Vahfəzni fihi bihifzikə və sitrikə ya absaran nazirin. Ey
görənlərin ən bəsirətlisi, məni öz hifzinlə və pis işlərdən qoruma örtünlə məni qoru ginən. Bütün pisliklərdən məni amanda saxla ginən. Amin, ya Rəbbəl aləmin. Allahım, etdiyimiz duaları bizdən qəbul et ginən. Allahım, günün duasında deyildiyi kimi, bugün məni sənin əmrlərini yerinə yetirmək üçün mənə güc, qüvvət ver ginən və məni daimi şükür edənlərdən qərar ver ginən. Allahım, dilimizdən səni zikr etməyi, La ilahə illallah, la havlə və la quvvətə illa billah, subhanallah, elhamdülillah və elhamdülillah zikirlərini bizim dilimizdən alma ginən. Allahım, səni zikr etməyi, səni yad etməyin şirinliyini bizə dadızdır ginən. Allahım, bu rəhmət, bərəkət, məğfirət ayında tutduğumuz orucları bizdən ali dərəcədə qəbul et ginən. Allah ailələrimizi, balalarımızı, ata-analarımızı, bütün sevdiklərimizi ağla gələr gəlməz xəta, bəla, şərlərdən, böhtanlardan, yalanlardan qoru ginən. Allahım, dini İslam'a qüvvət ver ginən. Dinin düşmənlərini məhv nabud et ginən. Allahım, zamanı imamımızın zuhurunda təcil et ginən. Onun gəlişi öncəsi üzərimizə düşən bütün işləri icra etməkdə bizə yar və yardımcı ol ginən. Allahım, o həzrətin gəlişi ilə dünyamızı, qəlbimizi abad et ginən. O həzrətin gəlişi ilə haqsızlığı aradan apararaq haqqı bərpa et ginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə səlavat zikridir. Duayı fərəc oxuyaq, qürbətən gəlmə. Bismillahirrahmanirrahim. Allahumma kulli veliykel Haccat ibnil Hasan salavatuka aleyhi ve ala fi hazis sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve gaidan ve nasira ve delilen ve ayna hatta tuskinehu ardaka tava وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد وآل محمد. السلام عليك يا رسول الله، السلام عليك يا نبي الله، السلام عليك يا محمد بن عبد الله. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكم يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته.
السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا بقية الله. السلام عليك يا حجة الله. السلام عليك يا نور الله. السلام عليك يا عين الله. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجا وسهل الله تعالى مخرجا وهلك الله تعالى أعداءه النبي المتلى وآله وبالفاتحة مع الصلوات. Ya Allah. Sürücülerimizin salamatçılığına xatir salavat seçdiriyək. Din İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv-nabid olmalarından getmələrinə salavat seçdiriyək. Allah yükləyirsən. Övlad arzusunda olan ailələrimiz var. Bizliklə əməl salih övladları olmasına xatir salavat zikr eləyək. İnşallah Allah kərim, Allah şifa versin. Hazır rəhbəri nədir? Cəmaat namazı Allah qıldı. maşallah. Fıtqa oxudu, moizəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Allah Özünün ailəsinin salamatçılığına xatir, Allah ömrünün, elminin daha da bərəkətli olmasından ötəri, dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahət ruhuna xatir salavat zikr eləyək. Allahümme salli ala Muhammed Ali Muhammed. Daima məscidimizdə olan tədbirləri, namazları, sosial şəbəkələrdə çəkən, paylaşan operator qardaşlarımızın salamatçılıqlarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali. İltiması dua edənlərimiz, xəstəsi olan, müşkülü olan, sıxıntısı olan, həlli rəvi olmasından salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali. Özlərimizin, ailələrimizin salamatçılığına xatir və dünyasını dəyişən ənvatlarımıza xatir salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali. Allah qəbul eləsin. Kərbəlayı qardaşımız zəhmət çəkdi, salavat zikr etdirdi özünün ailəsinin, balalarının səlamətçiliyinə. Xüsusilə sübh çağında təqribən ümumi azandan ta salamlaşıb vidalaşana qədər 1 saat təqribən çəkir. Bu 1 saat ərzində bir arada olan əzizlərin hacət və mətləblərindən rəva olmasına salavat zikr edir. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allah qəbul eləsin.